Videonun müəllifinin dediyinə görə, o 4-cü ölçüyə daxil olmağı bacaran yeganə insan olub. Amma bu videonu paylaşdıqdan dərhal sonra yoxa çıxıb və kanal təxminən 15 il tərk edilmiş vəziyyətdə qalıb. 2010-cu ildə Denny adlı bir nəfər video yüklədi. O videoda izah edirdi ki, bizim dünyamız cəmi 3 ölçüdən ibarətdir. Amma 4-cü ölçüyə çatmaq üçün əvvəlkilərin necə işlədiyini tam başa düşmək lazımdır. O öz nəzəriyyəsini detallı şəkildə izah etməyə çalışdı. Amma əksər insanlara bu çox çətin göründü. Denny deyirdi ki, biz uzunluq, en və hündürlükdən ibarət 3 ölçülü məkanda yaşayırıq. 4-cü ölçüdə isə zaman əlavə olunur və bunun sayəsində insan vaxtda hərəkət edə bilir. Adi məkanda hərəkət etdiyi qədər asan. Amma ən qorxunc hadisə bundan sonra baş verdi. Videonu paylaşdıqdan dərhal sonra Denny tamamilə yoxa çıxdı. Onu nə internetdə, nə də real həyatda tapmaq mümkün olmadı. Bəzi insanlar onun hökumət tərəfindən aparıldığını düşündülər. Amma yoxa çıxmasının əsl səbəbi çoxlarını heyrətdən ağzı açıq qoydu. Əgər onun son nəzəriyyəsini görmək istəyirsinizsə, axtarışda sadəcə Denny Theory yazın. Bu barədə siz nə düşünürsünüz? Kanalı itirməmək üçün qırmızı düyməyə klikləyin. Qırmızı düymə.